Mirhucab Abdullayev. Mən bildiyimə görə bu yaxınlarda bir kitabın da təqdimatı olub. Adın səhv demək istəmədiyim üçün demirəm. Deyəsən elə kitabla gəlir. Nəsə belə çox gözəl adı var idi. Səhv salmadım ki. 3-4 gün, bir həftə olar təqdimatı oldu. Dən kitaba baxın. Əks qütblərin dostluğu. Hə, deyirəm də qəribə adı var idi. Onu da bilərəm, xoş gördük sizi. Çox düz eləmişsiniz, elə Maqazin Plusu seçmişsiniz və bugün buradasınız. Çox sağ olun, minnətdaram. Hər birinizin axşamınız xeyir. Mən də hər birinizi salamlayıram. Çox şadam. Bu mükafatlamaya mənə də layiq bildiyi üçün rəhbərliyə, hər birinə dərin təşəkkürümü bildirirəm. Bir yazıcı olaraq inanıram ki, Azərbaycan oxucusuna, Azərbaycan cəmiyyətinə gözəl bir əsər, Əks qütblərin dostluğu adlı bir əsər təqdim etmişəm. İnanıram ki, işdən sonra evə gələn hər bir insan qarşısına bir fincan çay və yaxud kofe qoyaraq böyük həvəslə bu kitabı oxumağa başlayacaqdır və çox da məmnun qalacaqdır. Həqiqətən də çox gözəl senari ilə yazılmış, 3 ilə tamamladığım bir kitabdır. 3 ildən sonra tamamlamışam bu kitabı. Şükürlər olsun ki, bu qədər. Hər birinizə təşəkkür edirəm. Çox təşəkkür edirəm Mirhucab bəy. Və demək istəyirəm ki, Əks qütblərin dostluğu 2 cilddən ibarət olacaq. Birinci cildi artıq təqdimat olunub. İstəyirəm, ikisi də təqdimat olunub. Əsərin personajlarının əksəriyyəti eyni kəndin sakinləridir. Baş qəhrəmanlar isə dostluq edən 2 gəncdir. Dostlardan biri din adamıdır, digəri isə demək olar ki, ateistdir. Aylar cəbhənin üzvləri olan bu 2 nəfər necə olsa da dostlarını, dostluqlarını davam etdirdilər, yaxud dostluq hardasa qırıldı və bunu kitabı oxuyandan sonra biləcəksiniz. Çox maraqlı bir kitabdır, təbrik edirəm, xeyirli uğurlu olsun. İstəyirəm Mirhucab bəyin mükafatını da təqdim edək. Çox təşəkkür edirəm, çox sağ olun. Mirhucab Abdullayev, yazıçımız. Çox sağ olun, uğurlarınız bol olsun. Aytən Tanrıverdiyeva, həkim, kosmetolog.